Deməli, Adəm kimin atasıdır? Peyğəmbərlərin atasıdır. Bəşərin atası yox ha. Adəm Peyğəmbərdən söz gedir ha. Yəni bu növdən. İndi neçə müddətə bu mərhələyə gəlib çatdı? 100 min ildən sonra, 200 min ildən sonra, 300 min ildən sonra, 1 milyon ildən sonra, 30 milyon ildən sonra. Elə də önəmli deyil. Beləcə hansı məsələdə həll olur? İkinci məsələ. Adəmin övladları kiminlə evləndi və necə çoxaldılar? Əslində çoxalmağa ehtiyac var mıydı ki? Çünki insan növü artıq çoxalmışdı. Çox idi. Bilmirəm, məsələ aydın oldu mu? Deməli, əzizlərim, biz keçən dəfə bəzi şahidləri qeyd etdik. Biz sizi xəlq etdik. Ayə necə idi? Biz sizi mərhələli şəkildə yaratdıq. İndi isə gəlin başqa bir ayəyə baxaq. Bəlkə də bu ayəni bu baxışla ilk dəfə oxuyursunuz. Ayə həqiqətən çox diqqətə layiqdir. Bugün bu ayəyə baxarkən öz-özümə dedim ki, əzim, bu ayəni 50 ildir oxuyuruq. Amma bu ehtimal heç vaxt ağlıma gəlməmişdi. İnsanlar vahid bir ümmət idilər. Allah peyğəmbərlər göndərdi. Yəni peyğəmbərlərin göndərilməsi nə vaxt oldu? İnsanlar vahid bir ümmət olduqdan sonra. Vəssalam da. İnsanlar vahid bir ümmət idilər. Yəni onların ümumiyyətlə ixtilaf etməyə ağıl düşüncələri vardı, yoxsa yox? Onlar bir ümmət idilər. Tamamilə həmfikir. Heç bir ixtilaf da yox idi. Çünki ixtilaf nəyin nəticəsidir? Fikrin nəticəsidir. İnşallah dini düşüncənin yenilənməsi mövzusunda bu barədə danışılacaq ki, ixtilaf, təfəkkür və düşüncənin ən mühüm xüsusiyyətlərindən biridir. Beləliklə insanlar nə idilər? Vahid bir ümmət idilər.